Güvənirik Allah ilə. Şeytandan müraciət etmişdən, İsmi-ilə Allahın Rəhmanı Rəhimin. Həmd Allah üçündür, Rəbbidir aləmlərin. Aqibət, xeyir Allahdan qorxanlar üçündür, Allahın sülhü, əminamanlığı. Rəhməti, bərəkəti olsun, Allaha iman getirən pis əməllərdən çəkinən bir-birini haqq ilə, bir-birini səbr ilə tövsiyə edən bəndələrin üzərində. Və Allahın lənəti olsun, Allahın düşmənləri üzərində və Allaha iman getirən bəndlərinin düşmənləri üzərində bugündən axirətin gününəcən, amma sonra. Allahın salamı olsun İbrahim oğulları üzərində, adam övladlarının üzərində o kəsləri ki, bizi bu Justin TV vasitəsilə izləyib və Allahın ayətləri qarşısında təkəbbürlük etmirlər. Allah mübarək, bərəkətli etsin gecələrimizi, Allaha şükürlər olsun. Həm də Allah üçündür, Rəbbidir aləmlərin, xəbirdir, bəsirdir, təvvabdır, rəhmandır, rəhimdir. Ən gözəl adlar Allah üçündür, yəni Allahı hansı adlarla, gözəl adlarla çağırsaq, fərq etməz, Allaha şükürlər olsun. Əsas odur ki, Allahı məxlus olaraq çağıraq. Adam belə baxır, şükürlər olsun Allaha ki, Allah deyirik. Allah deyəndə, Allaha şükürlər olsun, Allahın adını çağırıb, yəni Allahın adını tutub çağırırıq onu. Belə baxanda səmalar və ərz Allahın adı gələndə titriyirlər qorxudan. Yəni 7 qat təbəqə səma ki, Allah deyir, onların xəlqi, yaradılışı sizin yaradılışınızdan çox əzəmətli bir şeydir. Allah kəlməsi gələndə, Allahın adı gələndə səmalar və ərz titriyir. Mən də baxıram belə, adam belə bir get-ged ayılır da, şükürlər olsun Allaha ki, başlayıram. İsmi-ilə Allahın Rəhmanı Rəhimin, həm də Allah üçün Rəbbidir aləmlərin. Əslində isə baxsan ki, titrəməliyəm bu qorxu, yəni Allahın adı gələndə. Çünki bu məsuliyyətdir, Allaha şükürlər olsun. Allah öz adından çıxış eləməyə bizlərə icazə verir. Baxırsan, bir balaca bir dövlətdir, yəni Allahın malikanəsi qarşısında, məsələn, Amerika dövləti nədir ki, heç nə. Amma prezidenti gələndə hamı əl-ayağa düşür. Qapılar açılır, prezident gəlir, musiqi, filan. Hamı gözləyir ki, prezident, Amerikan prezidenti oturub, məsəl üçün, Azərbaycan dövləti haqqında hansı bir fikir söyləyəcək. Ki, burada insan hüquqları pozulub, pozulmaması haqqında və yaxud da digər hadisələr haqqında, hansı ki, Amerika dövlətinin belə baxanda başçısının nə ixtiyarı var ki, Azərbaycanın daxili işinə qarışdırıb, nəsə fikir bildirsin, rəy bildirsin. Amma baxırıq, Allaha şükürlər olsun, Allahın minnətidir bugün ki, bizlərə Allah göstərir, get-gedə də, elə bir ki, doğrudan da ayrılma gedir adamdır ki, Allahı tanımaq, doğrudan da Allahı tanımaq ki, o Allah həqiqi Rəbbimizdir, şükürlər olsun Allaha. Amma bu insanlar aqılanı düşünsünlər ki, görəsən Allah bizim haqqımızdır, nə düşünür? Bizim üçün nə hazırlayıb, Allaha şükürlər olsun. Allah rəhmandır, rəhimdir, bağışlayandır, mərhəmətlidir. Amma eyni zamanda Allahın cəzası da çox şiddətlidir. Ona görə görürsünüz, Allah deyir ki, ay kəslər ki, inanırsınız. Allah inananlara müraciət edir və öz, belə deyək də, yanında, düzdür, biz Allaha məkan verə bilmərik, yəni məqam verir bizlərə ki, yad edin, Allahı yad etməklə çoxlu. Yəni Allah bunu bizə öyrədir ki, siz məni çoxlu yad edin, mən sizə gözəl məkan verəcəm, gözəl məqam verəcəm, Allaha şükürlər olsun. Bununla belə, mən yenə də görəm ki, Allaha şükürlər olsun, Allahı az yad edirəm. Amma yenə də həmd olsun Allaha ki, bu 24 saatlıq çıxışlar başlayanı bir xeyli, Allah həmd olsun, dəyişiklik görürəm. Yəni, lağlağıdan bir xeyli uzaq olmuşam. Amma yenə də baxıram, azdır, Allaha şükürlər olsun.
Amma yenə də Allahın rəhmətidir ki, Allah bizlərə imkan verir. Möhlət verib, hələ öldürmür və bizlərə də imkan verir ki, siz məni çoxlu yad edin. Onda mən sizə gözəl məkan verəcəm. Yəni biz nə qədər Allahı yad edəsək, o ayədədir, 6-cı surənin 91-ci ayəsində, de Allah, sonra tərk et onları öz put söhbətlərində eylənsinlər. Yəni bir dənə Allah deməklə Allaha şükürlər olsun. Məsəl üçün, bayaq mənim gözümün qarşısında bir səhnə belə oldu ki, kafirlərin bu bizimlə mücadiləsi, mən Allahın varlığını hiss elədim fövqümdə. Allahın varlığını hiss elədikcə, o səhnədə olan kafirlər mənim gözümdə bir heçə sevrildilər. Yəni, olaydı ki, o it məsələsi deyirik də, it məsələ, hürürlər. Heç inandırım ki, o belə bir səhnə gəldi Allah tərəfi ki, onlar mənim gözümdə bir heçə sevrildilər. Allahı fövqündə bildiyimə görə. Yəni, Allahın əzəmətini öz üzərimdə hiss etdiyimə görə. İndi də baxıram, Allahın əsəri mənim qarşımdadır, Quran. Bu Quranı Allah deyir, dağlara, səmalara verdik əmanəti. Onlar onunla yüklənməkdən imtina etdilər. İnsan onunla yükləndi, sonra cahil və nadan oldu. Ona görə də Allah bizlərə öyrədir ki, adam olmaq. Adam zürriyyətinə olan nəbilərdən olmaq ki, bəli, baxıram qarşımda Allahın rəhmət əsəridir. Vaxtı ikən bunu qadağa qoymuşlar bizə. Məcazi mənada Allahın ağzına qıfıl vurmaq istəyirdilər. Çünki niyə görə? Allaha mən ağız qərar verən mənəm. Yəni, Allahın qüdrət sözləridir bu. Yəni, bağlamışlar ki, bu başa düşülməzdir, çətindir. Allahı çox qəliz bilmişdilər. Yəni, başa düşülməzdir, yəni nə deməkdir? Bunun müəllifi Allahdır. Allah çox çətindir, çox qəlizdir. Amma Allah deyir, o kəslər ki, olmayan o kəslər kimi ki, Allahı unutdular, Allah da onlara öz nəfslərini unutturdu. Yəni, onların qəlbləri qəssavat bağladı, qəlizləşdi, daş kimi oldu. Amma Allah qəliz deyil axı. Allah mehribandır, rəhmandır. Bütün gözəl adlar onun üçündür. Amma insanlar nədənsə bu əmanətlə yüklənəndən sonra zalim və cahil oldular və Allaha pis sifətlər başladılar qərar verməyə. İndi baxıram, Allahın rəhmət əsəri mənim qarşımdadır. Bundan qabaq demişəm ki, bəli, mənim, yəni ağılla düşünəndə hər bir şey möcüzədir. Bütün bu həyat, mənim varlığım, yəni ağlıma sığmayan bir şeydir. Şükürlər olsun Allaha ki, mən indi mövcudam. Bundan qabaq mən bir heç idim. Amma indi mövcudam. Yəni ağılla Allah göstərir, düşünün. Yəni öz payıma. Düşün, sən bundan qabaq yox idin axı. İndi bir ağılla düşün ki, sən gəldin dünyaya. Mövcudsan, yaşayırsan. Ruzləndirirəm səni. Hər cür, havası, hər bir şeyi. Mənim ağlıma sığmaz qədər. Daha bu deyir, bundan sonra sən Allahda şəkdəsən. Allahın varlığında, Allahın qeyb aləmində, Allahın öyrədən olmağında, Allahın küllü şey üzərində qadir olmağında şəkdəsən. Yəni, birinci sualı özümə verirəm, şükürlər olsun Allaha. Və Allah göstərir ayətlərlə ki, 14-cü surədə ki, yəni bir aya inşallah oradan qiraət edin. Çünki hələ bizim, çünki danışığımız ancaq Allahın nazil etdiyi Qurana istinaddır. Başqa bir şey deyildir. Gəlmədiysə o kəslərin xəbəri ki, sizdən qabaq var idilər. Nuh qovmunun Ad və Səmud və o kəslər ki, onlardan sonra var idilər. Allahdan başqa heç kim onlar haqqında bilmir. Gəldi onlara rəsulları aydın bəyanatla. Onlar əllərini, ağızlarını qoyub dedilər. Biz inanmırıq ona ki, nə ilə göndərilibsiniz və şək edirik ona ki, bizi çağırırsınız. Rəsulları dedilər, Allahda şəkkiniz var, səmaları vərzi xəlq yaradır. Dəvət edirsiniz ki, bağışlasın günahlarınızı və sizə təyin olmuş əcələ kimi möhlət versin. Dedilər, siz də bizim kimi ancaq bəşərsiniz, istəyirsiniz ki, səs çəkəsiniz bizə,
atalarımızın ibadət etdiklərindən bizə aşkar hökmünüzü gətirin. Gör, Rəsulullah deyir, əgər Allahda şəkkiniz var, səmaları və ərzi yaradır. Bu boyda səmaları və ərzi yaradan Allahda mənim ağılla düşündür, necə şəkkim ola bilər axı? Necə onun öyrədən olmamasında mən inanmamalıyam ki, öyrədəndir. Bir halda ki, bu bütün səmalar və ərz Allahın vəhyi öyrətməsi sayəsində vücuda gəlir. Allah deyir, biz səmalara və ərzə deyir, gəlin könüllü olaraq və kirahlar. Onlar dedilər, biz gəlirik könüllü olaraq. Yəni, qorxdular Allahdan. İndi də qorxurlar. Allahın adı gələndə tir-tir əsirlər. Və deyir, dəvət edirsi ki, bağışlasın günahlarınızı və sizə təyin olmuş əzələ kimi möhlət versin. O dövrdə Allah dəvət etdi günahları bağışlamaq üçün. Bu dövrdə nədir? Bu hamısı paklanıb, hamısı tərtəmizdir. Heç kimin daha Allaha müraciət etməyə ehtiyacı yoxdur. Bəs bu dövrdə Allah kimin vasitəsində çağırır? Burada Allah deyir, axı, rəsulları dedilər. Bəli, Allah minnət qoyur. Baxır, bugün insanlar şəkdədirlər. Allahın öyrədən olmasını, hətta namaz qılıb, oruç tuturlar. Mən ad çəkmirəm, özləri bəllidir. Allah deyir, o gün deyir, səmalar onun əli altında burulacaqdır. Mən 39-cu surədədir, səhv eləmirəmsə. Yəni, Allahın qüdrət əli altında burulacaq səmalarda, səmalar ki var, deməli, Allah öz qüdrətini göstərir, ayətlərlə göstərir, yəni bu yazılı ayətlərlə və bizim ətrafımızda da bunları göstərir. İnsanlar şəkdədirlər Allahın öyrədən olmasında. Necə ki, Fironun yanına gəlir Musa, Musa əleyhissalam onu çağırır Allaha tərəf, Firon onu dəli adlandırır. O deyir, sizin Rəbbinizdir və əvvəlki atalarınızın Rəbbidir. Deyir, bu, nə bilim, dəlidir, rəsulunuz göndərilib sizə, istənilən vəddirdir, Rəbbidir səmaların və ərzin. Sayır, indi də əlimizdə Quran oxuyuruq da, möcüzə istəyirlər, mələk istəyirlər. Mən bir şey çatmır ki, mənim nə ixtiyarım var Allahdan nəsə tələb eləmək? Mən bir bəşərəm. Mən nutfədən yaranmış Allahdan nəsə tələb edim ki, göndərmirsən Rəsulullah Allah, mələk göndər, möcüzə göndər. Allah məndən tələb edir. O mənim Rəbbimdir. Əstağfurullah, mən onu kiməm ki olsun? Onun ixtiyarı var və o tələb edir ki, yaratdım səni, cinləri və insanları mənə ibadət etməkdədir. Daha bundan sonra mənim ağlım olmalıdır ki, Allahdan heç nə tələb eləməməliyəm. Bir halda ki, Allah bütün bunları bizlərə yaradıb, bizlər üçün yaradıb və bizlərə də öz qüdrət əlamətlərini göstərir. Yəni, şükürlər olsun Allah aləmlərin Rəbbinə. Allah, həm də Allah üçündür Rəbbidir alim. Nə qədər yad olunsa Allah, bir o qədər Allah bəsirət gözümüzü açır və bizləri ayıldır. Həm də olsun Allah aləmlərin Rəbbinə. İndi Allahın izni ilə bu Quran ayətlərlə tərtib etdiyimiz istəkləri yerinə yetirim. Sonra 7-ci suradan başlayaram qiraətə. Güvənirik Allah ilə şeytandan müraciət etmişdən, İsmi-ilə Allahın, Rəhmanın, Rəhimin, Rəbbimiz, sənin izninlə və yardımınla başlayırıq mübarək Quranının çevirməsinin qiraətini. Bərəkətli et və qəbul et bizdən niyyətimizi və elmimizi artır. Vasitə axtarıb üzərinə səni özümüzə arxa vəkil bilib, sənə təvəkkül etməyə, dillərimizi sənin zikrin və şükrünlə rəvan et. At qəlbimizə o şeyləri ki, axirətin günündə bizlərə nicat verər cəhənnəm əzabından. Bağışla bizləri, rəhm et, sən rəhm edənlərin ən yaxşısan. Qəlblərimizdən kini, küdrəti, paxıllığı, təkəbbürlüyü və sənin xoşuna gəlməyən şeyləri silib atmaqda bizlərə kömək et. Nəfsimizi, ruhumuzu və canımızı əqlimizə tabi etməkdə bizlərə yardım et. Ən gözəl nemətlərindən olan neməti, şəhadəti bizlərə qismət et. Yəni, başqaları istəmir, biz istəyirik Allahdan, şükürlər olsun Allah'a. İsmi-ilə Allahın Rəhmanı, Rəhimi.
Əlif, lam, mim, sad. Yəni Allaha şükürlər olsun, bunlar mütəşabih ayətlərdir. Yəni mən heç bunun üstündə çox yanan deyiləm. 4 hərfdir. Yəni mən heç burada görmürəm ki, Allah bunların tələffüzü haqqında mənə nəsə xəbər versin. Əgər Allah istəsəydi, bu xəbəri verərdi də bizlərə. 4 dənə hərfin adını çəkir burada. Əlifdir, ə ilə oxunulur, ləmdir, l hərfidir, mimdir, m-dir, sad da s-dir. Bizim də bayaqdan nə qədər söz işlədirəm. Burada ə hərfi də işlətmişəm, l hərfi də işlətmişəm, m hərfi də işlətmişəm, s hərfi də işlətmişəm. Yəni indi məni qulaq asanlar məni başa düşməyiblər burada ki, mən nə deyirəm. Mütləq mən bunu tələffüzlə, avazla oxumalıyam, Allaha şükürlər olsun. 4 hərfdir, ərəbin hieroglifindədir. Bizim də istənilən xalqın, Allahın yaratdığı bu cəmaatlar ki var, bütün bu hərflər orada mövcuddur. Ə hərfi də mövcuddur. Bir də indi ruslarda ə hərfi işlətmirlər. İngilisdə də ə hərfi var, l hərfi var, m hərfi də var, s hərfi də var. Yəni bundan sonra daha bunu getirib, vaxtı ikən keçmişlərdən gələn bir şeydir ki, ərəbin bir dənə əlif hərfini, əlifbasında olan hərfini bütləşdirirlər. Mən oxudum, 4 dənə hərfdir. Vəssalam, ondan sonra mən heç nə bilmirəm. Amma bu haqqında Allah mənə bir xəbər vermir ki, bu tələffüzlə oxunmalıdır. Nə bilim, 3-cü dişlə 4-cü dişin arasından çıxmalıdır. Burada elə bir şey yoxdur, şükürlər olsun Allah. Kitab nazildir tərəfindən sənin və olmasın ürəyində daralmaq ondan, nəzərə çatdırmağın üçün onunla və yad etmək inananlar. Vaxtı ikən Məhəmməd əleyhissalama, ondan qabaq İsa əleyhissalama, ondan qabaq Musa əleyhissalama, bəli, mənə İslam budur ki, bu ayətlər həmişə, bu yazılar həmişə nazil olur. İndi də nazil olur. Gələcəkdə də nazil olacaq. Nə qədər ki, insanları Allah yaradır, insanlar bilmirlər. Yəni, yaranışdan qabaq ölü olurlar. Onun üçündür, Rəhman Quranı öyrətdi, sonra insanı yaratdı. Quranı yazıb qoyub, əvvəldən, əzəldən, indi insanları yaratdıqca yaradır, yaratdıqca yaradır və bunları da, bu kitabı da insanlar üçün bir mülk, neymət qoyub ki, insanları yaradandan sonra bu Quran ayətləri ilə onları öyrətsin. Kim istəyirsə, kim inanırsa. Allah məcburiyyət qoymur ki. Ona görə Allah burada mən şəxs özümə qəbul edirəm. Nazil olub mənim tərəfimə. Mən niyə qəbul eləməməliyəm Allahın mənə nazil etdiyi kitabı? Mən niyə bunu getirib bir nəfərin adına bağlamalıyam? Allah deyir, bəli, Məhəmmədin üzərində nazil olana inanın. İnanıramsa, deməli bu kitabın mənə də aidiyyəti var. Əgər bu kitabın mənə aidiyyəti yoxdursa, Allah belə istəsəydi ki, mənə aidiyyəti olmasın, onda Allah mənə deməz, inan gedən Məhəmmədin üzərində nazil olana. Özdə deyil, nəzərə çatdırmağın üçün onunla və yad etmək inananlar üçün. Baxırıq ki, bugün bütpərəstlik əlaməti olaraq insanlar nəzər duası gezdirirlər. Deyirsən, nədir bu? Deyib, onu bağlamışam ki, məni gözləyməsin. Yaxşı, bu göz görməlidir ki, deyməyi söhbət olmalıdır da bunda. Nəzər duası nədir? Ölü, yəni olmayan kəs sənə nəzəri deyə bilər, onun sənə nəzəri toxuna bilər. Deməli, dirilərdən aiddir, dirilərə aiddir də ki, diri birdən baxar mənə, yəni bu qorxur, yəni Allahdan qorxur, Allahdan qeyrisindən qorxur ki, filan kəsin nəzəri deyə bilər mənə. Allah deyil, nəzərə çatdırmağın üçün onunla və yad etmək inananlar üçün. Yəni, bunun Yasin surəsində, şükürlər olsun Allaha, təkrar olsa da deyilir. Və nə öyrətmədi ki, ona şeir və nə yaraşığı yoxdur onun üçün. Ancaq zikirdir və aşkar Qurandır. Nəzərə çatdırması üçün kim ki oldu, kim ki diri oldu və haqq olsun söz üzərində kafirlərin. Diri olan kəslərin nəzərinə çatdırması üçün. Yoxsa diri olan kəslərin nəzərini çatdırması üçün nəzəri çatdıran özü də diri olmalıdır. Olmayan bir kəs mənim nəzərimi necə çatdıra bilər? Şükürlər olsun Allaha. Özdə də yad etmək inananlar üçün. Əvvəldə ki, demək, ayəkəslər ki, inanırsınız. Yad edin Allahı, yad etməklə çox olur. Yaxşı, bir kəs, bəşər övladı, bundan xəbəri olmasa, o Allahın necə yad edəcək görəsən?
Əvvəldə demək, Quranı bağlamışdılar, demişlər, qəlizdir, çətindir. Gizlədirdilər də insanlardan. Ona görə də insanlar inanan əvəzinə olmuşlar əksəriyyəti müşriklər. Kafir, müşrik, niyə görə? Yazılar qınamaq da olmur da. Bu insanların beyninə yeritmişlər ki, Quran qəlizdir, bağla, ginə bağla, bağla, bağla. Əstağfurullah, bir növ elə bir ki, Allahı itirmişlər. Allahı unutmuşlar, şükürlər olsun Allaha. Amma Allah da göstərdi ki, elə deyil. Allah zahirdir. Eyni zamanda batindir və eyni zamanda da zahirdir və Allah çıxartdı zahirinə, öz ayətlərini. Tabi olun, nə ki nazildir tərəfinizə Rəbbinizdən və tabi olmayın ondan başqa dostlara az yad edirsiniz. Bəli, Allah deyir, tabi olun, nə ki nazildir. Əgər bu qəliz olsaydı, mən buna necə tabi ola bilərdim? Amma gördük ki, bəli, Quran oxuyandan sonra, həmd olsun Allah aləmlərin Rəbbinə, Quran nə qədər Allah tərəfindən bizim üçün yüngülləşdirilir. Bizə lazım olan şeylər. Bizim məişətimizdə, bizim həyat tərzimizdə lazım olan şeyləri Allah bizə çox yüngülləşdirir. Ən yüngülüsü odur ki, Allahı yad etmək çoxlu. Hərə öz gücündə, hərə Allahın ona verdiyi elm deyim, imkan deyim, onun daxilində Allahı çox yad etməkdir. Və Allah da elə bir çətinliyi qoymayıb. Bəli, əvvəldə 4 hərf oxudum. Mən heç onun dərinliyini gedmirəm, gedə də bilmərəm. Getsəm birdən düşərəm zəlalətə. Amma yerdə qalan baxırıq ki, Allah deyir, şəhr-ü Ramazanda yeməz olun. İnsanlar tutub bunu bir ay, yəni hələ bir ayın birini tutublar. Amma daha o tərəfinə baxmır ki, Tövbə surəsinin 36-cı ayəsində onun Allah qədərini yazıb qoyur. 4 ərşih olmasını. Və yaxud da başqa ayətlər. Və Allah demir ki, 4 ərşih. Bacarırsan, il boyu tut. Yəni şükürlər olsun Allah. Bütün bunlar Allaha yaxınlaşmaq üçün bir vasitədir. Və tabi olmayın ondan başqa dostlara az yad edirsiniz. Bu il indi Allah qaldırıb bir dəstəni ki, çağırır. Özümüzü də çağırırıq, insanları da çağırırıq ki, Rəbbimizdən bağışlanmağa. Amma insanlar var ki, mücadilə edirlər, həm də ki, Allahı aziz bilirlər. Yəni, günorta biraz, ola bilər kiminsə gözünə fikirlər, görsünə bilər ki, mən aqressiv çıxış edeydim, amma həqiqətdə də görür ki, necə Allahı bugün təhqir edir bu insanlar. Sözün əsl mənasını təhqir edirlər. Allahı aziz bilirlər. Allah da məni göstərir, vuruş mənim yolumda. Mən də vuruşuram, Allaha şükürlər olsun. Allahın mənə ehtiyacı yoxdur. Amma Allah buna görə məndən sorğu-sual olacaq. Yəni, bunun məsuliyyəti mənim üzərimdədir, Allaha şükürlər olsun. Və özümə borc bilirəm bunu. Nə qədər diyarlardan həlak etdik oranı, gəldi oraya basqımız yatarkən, ya onlar qail idilər. Olmadı çağırışları, onda gəldi onlara basqımız, ancaq ki dedilər, həqiqətən olduq biz zalimlər. Biz sual edəcəyik o kəslərdən ki, göndərmişik onlara və sual edəcəyik mürsəllərdən. Və bizim məsuliyyətimiz var, Allaha şükürlər olsun. İndi bu təbliğat gedir. Bizim özümüz üçün də belə baxanda bir möcüzədir. Yəni, qeyri-adi bir şeydir ki, vaxtı ikən biz bu deyil ya. Gör, neçə illərdir gedir, deməli, mən özümə sual verirəm ki, demək, Allah tərəfindəndir bu. Yəni, mən buna elə-belə baxmamalıyam. Mən bəşərəm, Allaha şükürlər olsun. Gələ bilər, Allah həmd olsun. Mən deyirəm, ha, gəlir. Allah danışır, Nuh əleyhissalamla danışır, İbrahim əleyhissalamla, Musa əleyhissalamla, İsa əleyhissalamla, başqa Allah rəsulları ilə. Amma necə danışır? Heç kim Allahı görmür axı. Nə mələklər də görmür. Mələklər də Allahla danışır. İndi mən də danışıram. Allah mənimlə danışır bu kitab vasitəsilə. Mən də Allahla danışıram bu kitab vasitəsilə. Deməli, oxuyuram, görürəm ki, bəli, Allahın ayətləri haqdır, Allah sübut dəlil getirir. Yəni, ayətlərində. Və mənə də göstərir ki, olmasın ha, ürəyində daralma ondan. Nədən ki, nazil etmişəm. Doğrudan da baxıram, mən bəndəyəm, məlum məsələdir, şeytan mənə təsir eləyə bilər. Özdə ki, mən buna etiraf edirəm ki, əvvəlkilər kimi mənim imanım yoxdur, Allaha şükürlər olsun. Amma bununla belə, yenə də Allahın
üzərində olan qüdrət əlamətlərini görürəm, deyirəm, bəli, bütün bunlar haqdır. Bu Allahın seçimi bizim üzərimizdə haqdır. Yəni, mən buna şübhə ilə yanaşmıram və Allah da mənə görəm qəlb əminliyi verir və deyirəm, yox, mən getməliyəm. Bu yolu getməliyəm. Nə olur olsun, axıracan getməliyəm. Şükürlər olsun Allaha. Hekayət edirik üzərinə onların elmdə. Və olmadıq biz qeybdə. Görürsə, Allah deyir, hekayət edirik üzərinə onların elmdə. Yəni, bu cəmaatın üzərində ki, bu tilavat olunur ayətlər, Allah elmlə, təfsirlə, yəni, elə bir şey yoxdur ki, biz bu kitabda onu yaddan çıxarmayaq. Və insanlar var, deyir ki, sünnədə də şey var ki, Quranda yoxdur. Əstağfurullah. Allahı aziz bilirlər. Əllərində deyirsən, dəvət edirsən, çağırırsan, gəl Quran oxuyub, bax ki, özün yaxşı-yaxşı oxuyub, iftira demə Allahın üzərinə. İftira deyirsən, xar olacaqsan. Burada Allah elə bir şey qoymur ki, onun cavabı olmasın. Hər şey gözəlliklə. Yəni, tam təfsilatı ilə bizlərə göndərilir. Öz Allah deyir, olmadıq biz qeybdə. Yəni, qeybdə o baxımdan ki, Allah buyurur ki, elə bilmir ki, mənim sizdən xəbərim yoxdur. Hər şey çox gözəl bilirəm. Allaha şükürlər olsun. Amma insanlar Allahı özlərindən çox uzaq bilirlər. Yəni, Allahı nə məndə? Deyə Allah öyrədə bilməz səni. Allah elə bir ki, çox uzaqdır, əstağfurullah. Bizdən xəbəri yoxdur. O gün vəzn etmək haqdır, kimin vəzni ağırdır, həmin onlar nicat tapacaqlar. Kimin vəzni yüngüldür, həmin o kəslərdir ki, xəsarət yetirdilər nəfslərinə, nə ilə ki oldular, ayətlərimizlə zülm edənlər. Əlbəttə, ərizdə sizə məkan verdik və sizin üçün orada məişət etdik, az şükür edirsən. Yox, Allah deyir, ərzi yaratdım sizin üçün. Gezin ərzində Allahın, yeyin ruzilərindən onu şükür edin. Ki, alimlərdir, Adəmi Allah göydə 7-ci qatda yaratdı. Keçən əbi qeyd eləmişdim də, yəni dedim olar ki, buradan bura çıxırlar kosmonavtlar, yəni bu fəzadan o tərəfə çıxanda, mən orada heç bir yaşayış əlaməti görmürəm insan üçün. Heç nə yoxdur orada. Ərz, Allah tərəfindən yaradılan bu ərz, daha gözəldir, nəinki o səmada olan boşluqdan. Allah bizlərə ərzdə gözəl məkan verir. Onu gördük, əlbəttə ərzdə sizə məkan verdik. Allah bilsəydi, deyərdi ki, göyün 7-ci qatında məkan verdik də. Allah deyir, ərzdə məkan verdik. Bizim materialımız, bədənimizin materialı torpaq materialıdır. Əlbəttə, biz sizi xəlq etdik, sonra sizə surət verdik, sonra dedik, mələklər üçün, adam üçün səzdə edin, iblisdən başqa hamısı səzdə etdi, o səzdə edənlərdən olmadı. Əvvəl Allah deyir, xəlq etdik sizi, çoxlu şəkildə. Rəhman surəsində də görürük ki, əvvəl Allah deyir, Quran elmi yarandı. Yəni, mənə çatan budur ki, bütün bu aləmlər, Quran elmi əsasında Allah onu, aləmləri xəlq etdi. Yəni, Allahın əsəridir də, şah əsəridir. İnsanlar deyə buna hələ belə baxırlar, aparıb ölülərə oxuyurlar. Yəni, adi bir kitab kimi baxırlar. Əslində isə bu kitab böyük bir qüvvəyə malikdir. Allah misal çəkir, o Süleyman Aleyhisselamın yanında olan elm verilmiş kəs ki, kitabdan elmi var idi, bir göz qırpımında getdi, o taxtı getirdi. Getmədi, Allah bilir də necə getirdi. İmanı var idi, Allaha şükürlər olsun. Özdə kitabdan elmi var idi. İndi bizlərə də Allah verib, amma da bizim indi o qədər elmimiz, imanımız yoxdur, Allaha şükürlər olsun. Yəni, zamaniyə görə Allah bizlərə də verib bu gücü. Və özə burada deyir ki, əvvəl biz sizi xəlq etdik, sonra surət verdik sizə, sonra dedik mələklər üçün, adam üçün səzdir. Və bizim də Allah yaradılışımızı sayır. Əvvəli torpaqdan, sonra nutfə, laxtalanmış qan, bir parça ət, sümük, bir parça, yəni də ət, qeyri-kamil xilqət və kamil xilqət, sonra inşa etdik sizi başqa surətdə.
Yəni bütün bunları Allah qarışdırır, mənə göstərir ki, birdən çaşarsan, məni unudarsan, yaxşı-yaxşı keçmişə bax günə. Sən kim olmursan? Allaha şükürlər olsun. Dedi, nə man oldu sənə, səzdə desən, onda ki, əmr etdim sənə. Dedi, mən xeyirliyəm ondan, xəlq edibsən məni oddan, və onu isə xəlq edibsən gildən. Bəyək dedim ki, bəli, heç kim Allahı görmür ki. Mələklər bəyəm, Allah bunu danışır bizlərə. Bəyəm, bu hadisə olanda əstağfurullah, kimsə Allahı görürdü. Adam görürdü Allahı, mələklər görürdü, mələklərin sırasından qovulmuş iblis görürdü, heç kim görmürdü. Bu öyrətmə də Allaha şükürlər olsun və mənə nə düşüb ki, keçmişdən gedim, nəsə axtarım, hardası nəsə, o kesinlər dedim, gedib eşədirlər yeri, axtarırlar. İndi mən bunu oxuyuram, mən öz dövrümə aid edirəm, özümə aid edirəm. Və Allah misal çəkir gecəni, gündüzü, şəmsi, qəməri, havanı, hər bir şeyi və görürəm Allah dediklərini sübut getirir ayətlərlə, bu ayətlərin əsasını mən bunlara görürəm. Deməli, bu da mənim üçün bir xəbərdarlıqdır, bir diyaloqdur, Allahın yaratdığı bir qulu ilə, yəni iblislə. Və burada da görürük ki, bəli, iblis təkəbbürlü eləyir, yabılıq eləyir ki, mən ondan xeyirliyəm. Xəlq edibsən məni oddan və onu isə xəlq edibsən gildən. Rəhman surəsində görürük, Allah deyir ki, əvvəl canı yaradıb, təmiz soddan canı yaradıb, sonra insanı yaradıb. Orada insan gedir, adam gelmir ki, şükürlər olsun Allaha. Və burada da gördük də, sizi xəlq etdik. Və Allahın öyrətməsi var. Deməli, qabaqdan bu bir öyrətmə idi ki, Allah bizləri sınamaq üçün yaratdı canı. O bizdən qabaq yaranır. Deməli, o bu senaridən yəni, xəbəri var idi, Allaha şükürlər olsun. Dedi, aşağı in oradan, sənə olmaz ki, orada təkəbbürlük edəsən, oradan xaric ol, həqiqətən sən alçaqlardansan. Dedim, məni nəzərə alaraq möhlət ver, qalxacaqları günə. Öz hardan bilirdi ki, iblis hardan bilirdi ki, yəni, Allah insanları qaldıracaq. Əgər bunların dediyinə görə Allah adamı göyün 7-ci qabında yaratmışdırsa, demək, əgər bunların yəni, fərziyyəsinə görə bunlar cənnətdə edilərsə, onda Allah deməli, 2 dənə dünya yaratmamışdı. Bir dənə dünya var idi, o da cənnət idi. Amma Allah burada da göstərmir axı. İblisin ki, qabaqdan yaratmışdı, iblis qabaqdan bilirdi bunu. Onun üçün dedi ki, nəzərə al məni, möhlət ver, qalxacaqları günə qədər. Deməli, axirət yaradılmışdı, qabaqdan Allahın kitabında var idi bu, Quranda var idi. Cənnət, cəhənnəm var idi və bu dünyada var idi. Və Allah yaratmamışdan qabaq bunu qoymuşdu və insanları yaratdı və bu sınaqlar başladı. Yəni, bizlər bunu kitab vasitəsində görürük, şükürlər olsun Allah. Dedi, həqiqətən sən nəzərə alınıb möhlət verilənlərdənsən, dedi, nə ilə ki, ağvay etdin məni, oturaram onlar üçün sənin düz yolunda, sonra mən onların önlərindən, varxalarından və sağlarından və sollarından gələrəm və sən onların əksəriyyətini şükrədən tapmazsın. Deyir, görürsən, Allah, iblis deyir ki, oturaram sənin düz yolunda. Allah düz yolu bizə göstərir də, hansı yoldur? Məxlusluq yolu. Nə oldu, elə bu 2 nəfərə aidsə, Adamla Həvviyə aidsə, heç düz gəlmir axı, Allaha şükürlər olsun. Allah bu dünyanı 2 nəfər üçün yaratmır axı. Allah misal çəkir Adam və zövcünü ona görə ki, o Allah özü əhəddir. Yerdə qalan Allah cüt şəklində yaradır. İnsanları da, heyvanları da, ağacları da, yəni okeanları da, hər bir şeyi cüt şəklində yaradır. Ona görə Allah deyir ki, Adam və zövcü. Başqa yerdə insanları cəm halda adlandırır. Mən heç görmədim Quranda ki, Allah üçün ki, ay adamlar. Amma insanlara müraciət var. Sonra mən onların önlərindən, varxalarından və sağlarından və sollarından gələrəm və sən onların əksəriyyətini şükr edən tapmazsan. Dedi, oradan xaric ol, məzəmmət olunmuş və alçaldılmış halda, onlardan kim sənə tabi olarsa, dolduracağım cəhənnəmi sizinlə cəmiyyət.
Yaxşı, bu adam cənnətdə yaradılmışsa, bu cəhənnəm hardan peyda oldu? Deyir də, get. Kim onlardan sənə tabi olsa, dolduracam cəhənnəmi cəmiyyət. Bu cənnətdə etsə, cəhənnəm yox idi deməli. Amma belə baxırıq, iblis özü oddan yaranır, baxır şeytan. İndi ardı gəlir ki, ay adam, sakin ol, sən və zövcün cənnətə və yeyin ondan heysini istəyəni və olmayın bu ağaca yaxın və olarsınız zalimlərdən. Baxırıq, Allah bu dünyada verir də cənnətlər bizə, bağlar verir. Yəni, tabi ol, adama Allah bu müraciət edir ki, tabi ol dinən. Allaha, mən sənin üçün bu dünyanın cənnəti çevirəcəm. Yəni, asanlaşdıracağım da sənin üçün. Görürük də, Allaha şükürlər olsun deyir. Həqiqətən o kəslər ki, inanır və əməli salihdirlər, Rəhmən onlar üçün məhəbbət qərar verəcək. Kim inanıb əməli salih olur, Allah, Rəhmən Allah onun üçün məhəbbət qərar verir, o hara gedir onun üçün yaşıl ışıqdır, belə deyək. Yaşıl özdə belə baxanda cənnətin bir rəngidir, şükürlər olsun Allaha. Və deyib, bu ağaca yaxın olmayın. Və Allah da göstərir, haram ağacı, sayır bizim üçün, şükürlər olsun Allaha. Şeytan onların hər ikisinə vəsvəsə etdi, örtülmüş, ayıb yerlərinin aşkar olması üçün və dedi, Rəbbiniz sizi bu ağacdan ötürü, bu ağacdan ondan ötürü qadağan etdi ki, olmayasınız iki mələk ya həmişəlik qalanlardan. Və hər ikisinə and isti, həqiqətən mən sizin üçün nəsiyyət edənlərdənəm. Bugün də görür, insanlar bir, məsələn, qıza görəndədir ki, mələk kimi gözəl deyə, Yusuf əleyhissalamı görəndədirlər, həşə lillah. Bu, bəşər deyil, kəramətli bir mələkdir. Hansı ki, o cəmaat, kafir bir cəmaatdır, Fironun cəmaatidir. Onlar hardan bilirdilər mələk nə olan şeydir? Yusuf əleyhissalamı mələkə bənzətdilər. Yəni, insan xüsusiyyətindən budur ki, Allah adama verir məqam, dərəcə, mələkləri onu səzdə elətdirir, amma adam insanlığa düşəndə mələki üstün bilir özündən. Hansı ki, Allah adamı üstün bilir də, şükürlər olsun Allah. Beləcə onların hər ikisini məğrur etdi, amma elə ki, dadlılar ağacın meyvəsindən örtülü ayıb yerləri aşkar oldu və cənnət ağızlarının yarpaqlarından ayıb yerlərini örtməyə başladılar. Rəbbi onlara nida etdi, mən sizə bu ağacı qadağan etmədimmi? Və demədimmi sizə həqiqətən şeytan hər ikiniz üçün ədabətlidir aşkar? Və bunu Yusuf əleyhissalamın timsalında da görmək olur. Ki, qadınlar məkr etdilər ona, yəni o haram olan kişiyə ki, baxdılar şəhvət gözü ilə, ayıb yerləri görsəndə onların əllərini kestilər. Yəni şeytan onlara o çaşdırdı ki, əllərini kestilər, barmaq kesiləndə, əl kesiləndə nə olur? Qan çıxırdı oradan, şükürlər olsun Allaha. Sonra bəyan olanda ki, Yusuf əleyhissalamı padşah çağıranda yanına, dedi, get, əllərini kəsən qadınların əhvalatından sual et. Onda ki, gəlir, o Məlikin Rəsulu padşahın yanına danışır, deyir, belədir, çağırır qadınları, deyir, Yusuf sizə nə cavab verdi onda ki, siz onu özünüzə dəvət etdiniz? Dedilər, həşə deyirlər, biz ondan pislik bilmirik. Onda əzizin arvadı deyir ki, indi haqq aşkar oldu. Mən onu özümə tərəf dəvət etdim, amma o, yəni gəlmədi, sadiqlərdən oldu. Deyib, ona görə idi ki, o bilsin ki, mən ona qeyddə xəyanət etməmişəm, həqiqətən Allah xairlərin fəndini hidayət etməz. Allah deyir ki, Rəbbi onlara nida etdi, mən sizə bu ağacı qadağan etmədimmi? Və demədimmi sizə, həqiqətən şeytan hər ikiniz üçün ədavətlidir aşkar? Yəni, bir an Yusuf surəsində ayəyə baxın. Yəni, şeytanın azdırması oldu da, Allaha şükürlər olsun. Yəni, bütün bu həyat tərzimizdə bu hadisələri görürük. Allah həmd olsun.
İndi nə qədər mənə çatır, o qədər Allaha şükürlər istəyirəm. Dedilər, Rəbbimiz, biz öz nəfsimizə zülm etdik. Əgər sən bizi bağışlamayasan və bizi rəhm etməyəsən, həqiqətən xəsarətdə olanlardan olarıq. Və sonra deyir ki, Yusuf əleyhissalam deyir ki, daha doğrusu ayədə belədir ki, deyir, nəfs günaha əmr edir, ancaq ki, Rəbbim rəhm edə. Yəni, kimə ki, Rəbbim rəhm edə. Yəni, orada da qadınlar özlərini zülm edirlər, sonra bağışlanmaq istəyirlər. Yəni, onlar müşrik olduğuna görə onların ağası məlik olur. Amma burada Allah adam övladlarını öyrədir ki, bizlərə də öyrədir bunu ki, biz nəfsimizə zülm edəndə Allahdan bağışlanmaq istəməli. O Allahdır, heç kimdən bağışlanmaq istəməz. Çünki ağadır, mütləq hakimdir. Biz bəşər olaraq daim Allahdan bağışlanmaq istəməli və görürük ki, hətta Allahın dostu olan İbrahim əleyhissalam Allahdan təmənna edirəm ki, Rəbbim bağışlaya mənim üçün xətalarımı din günündə. Bunu ilə Allah bizə göstərir ki, ən ali məqam Allahdır. Bəndə deyil. Yəni, mənim ixtiyarım yoxdur ki, bəndəni getirim Allah səviyyəsinə qaldırım. Deyirəm bugün, İbrahim əleyhissalamın dinindəyəm, mənə irad da tutanır ki, nə üçünsüz? İbrahim əleyhissalam tərifləyirsiniz? Xeyr. Mən nə İbrahim əleyhissalam tərifləmirəm, nə Məhəmməd əleyhissalam tərifləmirəm. Ümumiyyətlə Allahdan başqa heç kimi tərifləmirəm. Çünki mən ölüb, o Allaha tərəf qayıdacağım. Mən başqa bir varlığa tərəf qayıtmayacağım. Bəli, Allah göstərir ki, adamın çaşmaq ehtimalı, yəni istənilən bir kəsin çaşmaq ehtimalı var. Ona görə də Allah bir adı Təvvabdır, Rəhmandır, Qafurdur. Yəni, niyə görə Təvvab adını qoyub? Bizlər çaşanda o Təvvab olan, qayıdan Allaha tərəf qayıdaq ki, o Allah da bizə tərəf qayıtsın. Onda biz Allahı tapacağıq, Rəhim, Qafur. Mümkün deyil ki, kimsə günahsız olsun. Mümkün deyil bu. Əgər bir kəs günahsız olarsa, onun demək Allaha qayıtma ehtiyacı yoxdur. Onda belə çıxır, kimsə Allah kimisi getirib özünə şərik bərabəri. Bu da mümkün olan bir şeydir. Ona görə də adamı Allah misal çəkir ki, düş buradan. İstənilən bir adam övladının çaşma ehtimalı olur və gələcəkdə də olacaq. Dedi, enin bəziniz bəzi üçün ədavətli, sizin üçün ərizdə qərar tutacağınız yer və məta tərəfinə müəyyəndir. Dedi, orada yaşayacaq, orada öləcək, oradan xaric olacaqsınız. Ay adam övladları, sizə ayıb yerlərinizi və tüklərinizi örtəcək bir libas göndərdik. Təqva libası daha xeyirlidir. Bu Allahın ayətlərindəndir. Ola ki, onlar yad edilir. Bəli, Allah adam deyir, amma övladları deyir. Adam övladları. Bizdə də sözlədik ki, adam ol günəndə, yəni keçmişlərdən gəlir, Allaha şükürlər olsun. Belə baxanda deyir, adam övladları sizə ayıb yerlərinizi və tüklərinizi örtəcək bir libas göndərdik. Təqva libası daha xeyirlidir. Yəni, bütün bunların fövqündə təqva libasıdır yanır. Bəli, Allah, o baş bağlamaqdır, qadının baş bağlamasıdır. Bütün bu ibadət, hər bir şey bağlamaq, yəni libasdır öz-özlüyündə. Amma Allah deyir, bütün bunların fövqündə təqva libasıdır. Allaha şükürlər olsun. Ay adam övladları, sınamasın sizi şeytan nə qədər valideynlərinizi cənnətdən xaric etdi və onların libasını çıxartdı, ayıb yerlərini onlara göstərmək üçün. Həqiqətən şeytan və onun qəbiləsi sizi görür o yerdən ki, siz onları görmürsünüz. Həqiqətən biz şeytanı dost etdik o kəslər üçün ki, inanmırlar. Yəni, bunu bir dəfə qeyd eləmişəm. Mənim valideynlərimi cənnətdən necə xaric etdi şeytan? İbadət etməməklə, Allahı tanımamaqla, dildə tanıyıblar, Allaha şükürlər olsun. Xaric etmişdi onları cənnətdən. Yəni, bir kəsin ahirətə ümidi yoxdursa, o artıq cənnətdən xaric olunmuş bir kəsdir. Yəni, inanmır ahirətə ki, cənnət var, cəhənnəm var. Onun üçün Allah deyir ki, müşriklərə cənnəti haram etdi. Yəni, artıq əgər bir kəs inanmırsa, Allah deyir, onun cənnət haramdır, qadağandır. O artıq şeytan onu o cənnətdən xaric etdi, onun müşrikliyi təlqin eləməklə.
İndi mən bilmirəm mənim valideynlərim aqibəti nə olacaq, məni heç maraqlandırmırdı o. Çünki məni öz aqibətim maraqlandırır. Amma həqiqətdə də baxırıq, görürük ki, bəli, şeytan sınıyır, insanı azdırır, onu müşrik eləyir. Allah deyir, müşriklərə cənnət qadağandır. Deməli, o insanlar cənnətdən xaric oldular. Yəni, onların yolu artıq getdi cəhənnəmə. Çünki Allah müşriki bağışlamayacaq. Amma belə baxanda mənim valideynlərim bir-birinə haram olmayıb baxır. Haram olsaydı mən hardan gəldi, hardan peyda olsaydı? Allah bunu qadağa qoymayıb baxır, şükürlər olsun Allah. Yəni, bu baxımdandır. Allah deyir, bax, keçmişlərdən nümunə al, ibrət getir, bu ayətləri oxuyur. Hələ öz yaxınlarından da ibrət götürür ki, bax, bu insan inanmır Allaha, müşrikdir, mən bunu deyirəm, bu şeytan bunu azdırır. Buna mən cənnəti haram edirəm. İndi sənin ağlın olsun, sən onların elədiyini eləməginə inan mənə. Sınamazsınız, şeytan nə qədər valideynlərinizi cənnətdən xaric etdi və onların libasını çıxartdı. Ayıb yerlərini onlara göstərmək üçün həqiqətən şeytan və onun qəbiləsi sizi görür. O yerdən ki, siz onları görmürsünüz, həqiqətən biz şeytan dost etdik o kəslər üçün ki, inanmırlar. Onda gedirlər, fahişəlik deyirlər. Atalarımızı bunda tapmışıq və bunu Allah bizə əmr edir. De. Həqiqətən, Allah fahişəlik ilə əmr etməz. Allah barəsində bilmədiyinizi mi deyirsiniz? Yəni, baxırıq, nə qədər Allah barəsində iftiralar var, yalanlar var. Ona görə də Allah de. Allah deyir, əmr edir, deyin bunlara. Bunlara bu deyilmədiyinə görə neçə əsrlərdir, bağlanıb qalıb, Allahın kitabını həbs ediblər, bağlayıblər. Ona görə də Allah qaldırıb tezdən, batinləri salmışdı, Allah batinliydi, vurdu, çıxartdı zühura hamısını. Göstərdi ki, elə deyil, Allaha şükürlər olsun. Mənəm Məlik-i Yavmiddin. Siz onu dildə deyirsiniz, Məlik-i Yavmiddin, inanmırsınız. Amma Allah göstərdi ki, doğrudan da o Məlik-i Yavmiddindir. Həm bu dünyanın malikidir, həm ahirətin malikidir. Allah göstərdi ki, siz məni, yoxdur bir kəs ki, Allahı aciz etsin, səmalarda və ərzdə. Və bu dünyada da Allah heç kimi aciz edə bilməz. Və Allah bir daha bunu göstərir bizim zəmanəmizdə. İndi nə qədər kafir müşriklərin bundan kərahətlər olmuş olsa belə. Allah güc verir, danışırıq, həmd olsan Allah aləminə, Rəbbinə. Onu görə de, əmr etdi, Rəbbim insaf ilə. Hər ayağa qalxanda üzünüzü küllü səzdə edilənin yanında ona tərəf tutun. Və dininizi, yəni yolunuzu xalis onun üçün edərək çağırın onu, nə qədər o sizi qabaqca vücuda gətirdi, eləcə də qaydarsın. Allah deyir, Rəbbim əmr etdi, Rəbbim insaf ilə. Yəni, insanlar, Allahı insafsız hesab eləməyin. Allahın kitabını bağlamaqla, əstağfurullah, Allahı qəliz hesab eləməyin. Allah insaflıdır, rəhmandır, rəhimdir. Hər ayağa qalxanda üzünüzü küllü səzdə edilənin yanında ona tərəf tutun. Bunlarsa insanları yönəldi ki, deyir, sən başını Türkiyəyə, Məkkiyə, Kəbə evinə. Çünki niyə görə? Yaxşı biznes var axı. Milyardlarla pul axır, oraya milyardlarla. Pullar, söhbət pulları yetmir, Allaha şükürlər olsun. Və o pulun bölgüsünü də görürük ki, Allahın dinində olmadıqlarına görə insafsızcasına bölüşdürürlər. İnsaf deyilən şey yoxdur orada. Harunlayıb, budurublar. O pulları artıq başlayıblar Avropadakı pritonlara, fahişxanalarda xərcləməyə. Kuveytdə, Saudiyada maşın qəbristanlıqları açıblar. Ki, deyir orada, nə bilim, 7 təbəqə qəbristanlıq var maşından ki, bir balaca, burası cızıldı, bir balası əzildi, atır, qum gəlir, örtür, heç kim də bıraxmırlar ora ki, heç kimi icazə vermirlər getirməyə. O da qudurublar ki. Vallahi da bizə öyrədir. Küllü səzdə edilənin yanında vəçinizi ona tərəf tutun. Mən Allaha harada görürəm? Hara fırlansam Allahın elmi küllü şey əhatə edir. Necə ki, İbrahim əleyhissalama Allah bir nümunə, ibrət qoy bizim üçün. Baxır səmalara, deyir, mən vəçimi çevirirəm o kəsə ki, bütün bunları yaradır.
Nə mənadır vəçimi sevirəm? Mən üzümü hara sevirsəm Allahdır. Yəni Allahı orada görməliyəm, bilməliyəm. Allah, yəni Allahın əlamətləridir. Qəlb, söhbət qəlbdən gedir. Söhbət bu sifətdən gelmir ki, Allaha şükürlər olsun. Qəlbdən gedir ki, bütün varlığımla Allaha tanımalıyam. O deyir, Allah, Allah. Bu sözü nə qədər düşün, görürsən ki, hər yer əhatəlidir. Allahın elmi ilə. Yəni ağla sığmazdır. Ancaq əməllərimizin islahatı ilə Allaha şükürlər olsun. Gecənin bir anında Allah yad olunur. Bu Allahın rəhmətidir bu cəmaatın üzərində. Mənim də üzərimdə. Əzab gəlsin, məni də yaxalaya bilər, şükürlər olsun. Mən demirəm ki, mən də Allahı yad edirəm, əzab gəlsin, məni yaxalamaz. Mənim də, yəni ildırım çaxsa, məni də vura bilər. Qasırğa gəlsə, məni də öldürə bilər. Amma heç olmasa, Allahı yad elədiyim halda gedərəm ölümə. Ki, ümidim olar ki, ola bilsin, Allah buna görə məni bağışlasın. Ola bilsin. Nə olsun ki, mən danışıram. Mən də o demək deyil ki, arxayınam. Amma yenə də ümid bəsləyirəm, Allaha şükürlər olsun. Və yaxud göstərir ki, nə qədər o sizi qabaqca vücuda gətirdi. Bəli, mənim üçün ağla sığmaz bir şeydir bütün bunlar. Mənim yaranışım, indi danışırım, həyatım və bir gün də bilirəm ki, Allah məni öldürəcək və qaldıracaq. Bu labüddür. Yəni, indidən oturub fikirləşməliyəm və özüm üçün yaxşı, təqva tədariki görməliyəm. Şükürlər olsun Allah aləmlər Rəbbinə. Ona görə Allahın minnəti deyək. Burada vəhy elədi ki, 24 saat çıxışlar eləyək. Bu 24 saat çıxışları çox, Allahın minnəti çox dəyişiklik olur. Yəni, həmd olsun Allah aləmlər Rəbbinə. Mən özümdə görürəm ki, çox yaxşılığa, xeyirliyə çox dəyişiklik olur. Sözsüz ki, Allahdan ancaq yaxşılıq gəlir. Bir dəstəni o hidayət etdi və bir dəstə üçün üzərində onların haqq oldu zəlalət. Həqiqətən onlar Allahın əvəzində dost tutdular. Şeytanları və hesab etdilər ki, hidayət olunur. Və Allah bir dəstəni o hidayət etdi. Gərək olsun sizdən bir ümmət dəvət etsin xeyrə, əmr etsin mərifət ilə və nəhy etsin bəyənilməyəndən, həmin onlar nicat tapanlardır. Bu dəstədir ki, hidayət edib Allah. O birisi dəstək, o kəslərdir ki, haqq oldu üzərində onların zəlalət. Nəzərinə çatdırması üçün o kəsləri ki, kim ki oldu diri və haqq olsun üzərində söz kafirlərin. İndi Allah bizlərə minnət qoyub ki, bu vəzifəni daşıyırıq. Baxırıq ki, bəli, insanlar var, iman getirirlər, gəlirlər, adamlıq məqamına çatırlar. O, Allahın buyurduğu İbrahim əleyhissalam məqamından diləyişi getirirlər və Allah da onları öyrədir. İnsanlar da var, inanmırlar, haqq olur üzərində onların zəlalət. Çünki niyə görə? Allahın əvəzinə dost tuturlar şeytanları. Şeytanları dost tutmasaydılar, çıxardılar. Açıq-aşkar çıxışlar eləyərdilər. Qara ekranın arxasından çıxış danışmazdılar. Ay adam övladları, götürün zinətlərinizi küllü səcdə edilənin yanında və yeyin və için və israf etməyin. Həqiqətən israf edənləri sevməz. De, kim Allahın öz bəndələri üçün xaric etdiyi zinəti və pak rozləri qadağan edirdir? De, bu o kəslər üçündür ki, dünya həyatını xalisanə qiyamət gününə inanırlar. Biz ayətlərimizi bilən qovm üçün belə müfəssəl edirik. İndi kimsə irad tuta bilər ki, sənin qızılın yoxdur, nə bilim, brilyantın yoxdur. Mən başqa ayəsinə baxıram, Allah deyir, axı, zinətləndi insanlar üçün şəhvətə məhəbbət, qadınlara, cinsatlara, qızıl, gümüş kisələrinə. Əgər mən bu ayəni tutub onun üçün yaşasam, ki, qızılım olsun, brilyantım olsun, mən demək adamlıqdan çıxıram. İnsan oluram və ehtirasım artır o zinətə. Mən elə belə də bilirəm ki, Allah mənim üçün gözəl bir zinətdir bu Quran. Bunun dəyəri yoxdur, yəni qiyməti yoxdur. Dəyəri nə məndə yoxdur? Qiyməti Allah yanındadır. Bizim üçün bu ağlasığmaz bir kitabdır. Ki, bunu Allah indi mənim üçün ayətləri necə mənim gözümdə zinətləndirir və mən bunları oxuyuram, pak ruzudur, qəbul edirəm özümün mənəvi ruzudur. Nə qədər Allah desəm, məxlus, bir o qədər də Allah məni belə deyək də, yüngülləşdirir.
qəlbim asan olur. Yəni qəlbim yüngülləşir. Allaha şükürlər olsun. Həqiqətən Rəbbim qadağan edib zahiri və batini fahişəliyi və günahı və haqsız zülmü vallah ilə şərik qoşmağınızı ki, nazil etməyib onun ilə sultanlıq və bir də Allah barəsində bilmədiyinizi deməyi. Yəni, mən də oxuyuram, müəyyən sözlər deyirəm, amma Allahın minnət sayəsini yerinə getirib onu Quran ayəti ilə izahat verirəm ki, bəli, mənim dediyim məqsədim Allahın risalətini təbliğ eləməkdir və Quran ayəti ilə də bunu sübuta yetirirəm. Amma yox, bilmədiyim bir şey haqqında mən danışan bilmərəm, şükürlər olsun Allaha. Küll ümmət üçün müəyyən əcəl var, onda ki, gəldi əcəli onların nə bir saat təxirə düşər və nə də təqdim olunar. Yəni, bu dəfələr deyilib ki, bəli, nə qədər ümmətlər gedib, o ümmətlər geri qayıda bilməzlər. Hələ insan özü-özündə bir ümmətdir. Yəni, bu, mən dünyamı dəyişib, öləndən sonra bir daha geri qayıda bilmərəm, Allaha şükürlər olsun. Və bunu toplum halında da qəbul eləmək olar ki, toplum halında gedən bir ümmət tezdən geri qayıda bilməz. Yəni, bu dünyaya qayıda bilməz. Ay adam övladları, nə vaxt ki, gələndə sizin üçün rəsullar sizin özünüzdən, mənim ayətlərimi sizə hekayət edəndə kim təqvalı olub və islah etdi, onların üzərində xof yoxdur və onlar hüzünlü olmayacaqdır. Əvvəlcə Allah deyir, əcəl, hər bir ümmət üçün əcəl qərar verdik. Yəni Allah deyir, onları apardım, indi sonra deyir ki, ay adam övladları, demək söhbət dirilərdən gedir də. Ölülər tezdən bu dünyaya qayıdan deyirlər ki. Deməli, onlar getdi, Allah ondan sonra da başqa bir nəsil yaratdı, deyir, sizləri xəlifə etdik, onlardan sonra onların əvəzinə göstərək, necə əməl edəcəksiniz? Yaradır və göndərir rəsullarını öz sərisindən, necə ki, bugün Allahın minnət sayəsində Allah qaldırıb rəsulları ki, mənim ayətlərimi sizə hekayət edəndə. Demədi ki, məndən başqalarının hədislərini hekayət eləyəndə. Bəli, Allahın ayətləri daimə tilavat olunmalıdır. Nə qədər Allahın ayətləri tilavat olunsa, bir o qədər biz Allahın varlığını tanımağa doğru gedəcəyik. Bu ayətlərə boş-boşuna baxsalar, Allahı tanımayacaq insanlar. Necə ki, tanımırlar. Onun üçün də fitnə fəsad baş alıb gedir də. Bu kəslər ki, yalan saydılar ayətlərimizlə bizi və təkəbbürlük etdilər ondan, həmin onlar od hesabıdırlar, onlar orada həmişəlikdirlər. Baxırıq da, od hesabı olduğuna görə ağızlarından söyüş çıxır bizə qarşı, hətta aşırlar. Bu ilə də ayırt edilir ki, bəli, bu insanlar müşrikdirlər, davardırlar, nəcisdirlər, kafirdirlər. Onların yeri oddur. Allah onlarla kəlmə kəsməyəcək axirətin günündə. Allah bugün kəlmə kəsir insanlarla. Allah deyə bu kəlmələrin sahibi. Bu kəlmələr oxunduqca insanlar bilməlidirlər ki, bu kəlmələrin arxasında Allah durur. Deməli, Allah bugün bizimlə kəlmə kəsir. Mən bugün bu kəlmələrdən itaət eləməsəm, axirətin günü Allah deyir, mən səni kəlmə kəsməyəcəm. Bugün bu dünyada mən səni kəlmə kesirdim. Sən vurmuşsun özünü karlığa, körluğa, lallığa. Ona görə Allahdan qorxuram, deyirəm, bəli, Allah indi mənə kəlmə kesir. Kimdir zalim o kəsdən ki, iftira edə üzərinə Allahın yalanı yaxud yalan saya ayətləri ilə onu, həmin onlar nail olarlar kitabdan olan nəsiblərinə, ta onda ki, gəldi onlara elçilərimiz onlara vəfat etdirmək üçün deyərlər, Allahdan başqa çağırdıqlarınız haradadır? Deyərlər, bizdən itib yox oldular, şahid olurlar üzərində. Öz nəfslərini ki, onlar kafir olublar. Uca, alə, zəmətli Allah doğru buyurur. Tamamlandı. Sübhandır Rəbbin, sənin izzət sahibi olan Rəbbin nədən ki vəsb edirlər və salam üzərinə göndərilmişlərin və həmd Allah üçündür, Rəbbidir aləmlərin. Allah mübarək, bərəkətli eləsin gecələrimizi.